Ve devam edirik. Ağla bir pas. 34. dakika artık gelir. Başlayacak daha doğrusu. Blok hala. Görüşler 2-0-0'dan. Oyun devam edir. Üçüncüden zərbə vuracaq indi Mingəçevir komandası. Yani sevindirici hal oldu ki artık bizim sadık baş məşqçilərimiz də peyda olur artık futbolumuzda. Az qala hesab açıla bilərdi. Top qapının yanından keçir. Yani Füzuli Məmmədov kimi, sonra Elman Sultanov kimi gələcəkdə Azərbaycan futboluna xeyir verən baş məşqçilər olar inşallah. Qayda pozulub. Cərimə zərbəsi vuracaq indi Bakı Sporting. Füzuli Məmmədov'u görürsünüz. 35. dakika gelir. Yalla bir pas. Pressing geçen. Out. Olacaq. Yəni bizim baş məşqçilərin bir şey yaxşıdır ki, yəni onlar UEFA'nın baş məşqçi sertifikatına alırlar, həm də UEFA'nın baş məşqçi sertifikatını oxuyurlar. Yəni bir cəhətdən o yaxşıdır ki, yəni artıq gələcəkdə yəni bizim Premier Liga klublarımız istər Füzuli Məmmədov olsun, istər Elmar Baxşev olsun, Elman Sultanov olsun ki, gələcəkdə onlar yəni Premier Liga klublarında işləsə, yəni futbolun dərinliyini müəyyən qədər biləcəklər. Aha, indi əks hücuma başlayır. Ya, 36. dəqiqə yollaşır. Qapıcı yerindədir. Ya, pressing. Out. Bakı Sporting'inde. Yok, out Mingəçevirində. Elman Sultan, Füzuli Məmmədov'u görürsünüz. Füzuli Məmmədov biraz çılğın baş məşqçidir. Neftçidə də işlədiyi dönəmdə, sonra Qaradağlıq Vatanda da işlədiyi dönəmdə, bir də Azərbaycanın U17 komandasında işlədiyi dönəmdə çılğınları, yəni çılğın bir baş məşqçidir ki, yəni hər bir epizoda reaksiya verə bilir. İndi Bakı Sporting görəndən eləyəcək. Elman Sultanov'un komandası keçən tur Qaradağlıq Vatanı 3-2 məğlub eləmişdi. Oha! Qayda pozlu. Sarı verək veriləcək deyəsən qapıçıya. Xəbərdarlıq edir hakim. Sarı vermədi. Artıq görüşün 38. dəqiqəsi gedir. Bizim təşkilatı dəstəklərimiz var.
mən həm öz adımdan, həm də kanalımız adından Futbol Arenasına təşəkkürümü bildirirəm. Onlar artıq bizimlə 2021-ci ildən etibarən güzündüyə kimi əməkdaşlıq edirlər. Amma Ekstra Time YouTube kanalı bizimlə yanvar ayından etibarən artıq əməkdaşlıq edir. Hər ikisinə həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Əla bir pas. Qayda pozulur. Füzuli Məmmədov artıq epizodlara qarşı reaksiyası, epizodlara qarşı reaksiya verir. Biraz çılğın baş məşqçidir. Həm o, yəni Füzuli Məmmədov Azərbaycanın U17 komandasında da işləyir, Refti komandasında da işləyir, Qaradağ Vatanda da işləyir və indi isə Mingəçevir komandası üçün çalışır. Artıq birinci hissə yekunlaşacaq. Bakı Sporting indi əks hücuma çıxır amma Baxıdan zərbə. Elvan Sultanovu görürsünüz. Və korner vuracaq meydan sahibləri Elvan Sultanovun komandası. Görək nə olacaq. Və heç nə alınmır. İndi Mingəçevirin əks hücuma başlayırdı amma heç nə alınmadı. Aha. Bağladı Mingəçevirin bu hücumunu. İndi isə Bakı Sporting əks hücuma çıxır. Və pressing. Əla bir pas. Birinci dəqiqə gedir. Hakim görək birinci hissəyə nə qədər əlavə eləyəcək. Qayda pozulub. Hakim deyir oynamaq olar. 42-ci dəqiqə gedir. Oyunun 2 dəqiqədən sonra yekunlaşacaq, hələ bilmək olmaz. Hakimi oyunda neçə dəqiqə əlavə eləyəcək. Hava bir pas. Aha, pressing. Yerdə qalan oyuncu var. Gülağa Əliyev. Cərbə zərbəsi vuracaq indi Bakı Sporting. Və artıq 43-cü dəqiqə gedir. Və pressing. Heç nə alınmadı, deyəsən korner olacaq. Deyəsən oyundan kənar vəziyyət. Offside qeydə alınır. Füzuli Məmmədovun səsi əməlli başlı
şəhətçi mövqeyinə kimi o belə yəni çılğınlığıyla seçilir. Əsəblərini cıvavlamalıdır. Bayaq onun ehtiyat oyuncular skameykasında oturan oyunculardan biri sarı bərək aldı. Out. Bak Sporting'inde. Ala bir pas. Oyundan kenar vəziyyət. Elmas Altanov'u görürsünüz. Kapıdan zərbə. Hakimin çıktı geldi. Ala bir pas. Birinci hissə bitəcək deyəsən. Və ikinci hissədə görüşlərə gələlik.